Və 20 yanvarla bağlı bildiyimiz kimi filmlər çəkilib, mahnılar var və şeirlər yazılıb. Dünən gecə bu şeirlərdən bir neçəsini oxuyurdum və Müzəffər Məzahim imzalı bir şeir gördüm. Hansı ki, o şeirdə 20 yanvar tarixi çox gözəl bizim üçün açıqlanıb. Əslində 20 yanvar tarixi nədir? Əslində qanlı tarixdən necə şanlı tarix doğa bilər? Bütün bunlar bu şeirdə çox gözəl misraya düzülüb və mən istəyirəm həmin o şeir parçasını səsləndirim. 20 yanvara yenə deyirəm, həsr olunmuş ən gözəl şeir parçalarından birini səsləndiririk. Bugün arzumuzun azadlıq günü. Bugün azadlığın zirvə günüdür. Ulu babaların səpdiyi dəni göyərdən millətin zərbə günüdür. Bugün min illərlə gələn yolların sabaha açılan hür qapısıdır. Haqqını istəyən mərd oğulların şərəflə keçdiyi nur qapısıdır. Bugün yer üzündə ən qədim xalqın özünə yenidən dönüm anıdır. Vətəni canından çox sevənlərin vətən qarşısında imtihanıdır. Bugün hüzün günü, qəm günü deyil. Fəxarət günüdür, qürur günüdür. Xalqın varlığını təsdiq eləyən şərafət günüdür, möhür günüdür. Bugün öz qanıyla yazdı bu millət ən yeni tarixin səlnaməsini. Ucaldı müqəddəs şəhidləri ilə çatdırdı dünyaya haqqın səsini. Bugün azadlığın, müstəqilliyin qan ilə yazılmış təməl günüdür. Ölümün üzünə dik baxa-baxa özgür yaşamağın bədəl günüdür. Bugün ürəklərdən qorxunun, xofun, ölümün əli ilə çıxan günüdür və millətin divləri, əjdahaları birliyin gücü ilə yıxan günüdür. Bir daha mən bu gözəl sözlərin müəllifini xatırlatmaq istəyirəm. Müzəffər Məzahimdir. Çox gözəl ifadə edib bizim bir neçə saatdır dilə gətirdiyimiz bu sözləri.